Allah deyir Davud peyğəmbərə, ya Davud, uridu və turid. Bu hədisə diqqət edin. Deyir, ey Davud, mən də bəzi şeylər istəyirəm, sən də istəyirsən. Allah deyir, ey Davud, mən nəsə istəyirəm, sən nəsə istəyirsən. Əgər öz istədiyin dalıca düşsən, mən öz istədiyimi sənə verəcəm, sənin istədiyini sənə verəcəm. Mən də istəyirəm, sən də. Düşsən öz istəyimin dalıca, yenə mən istəyən olacaq, sən istəyən olmayacaq. Amma mənim istəyimin dalıca düşsən, həm öz istədiyimi sənə verəcəm, həm sənin istədiyini verəcəm. Deyərsən ki, Allah egoistdir, nauzubillah. Yox, qayda belədir. Egoistdir, Allahın nə ehtiyacı var ki, diktə eləsin bizi. Qayda belədir, yaşayışın qaydası belədir. İnanın, övliyalar var, Allah dostları, Allah istəyənlər. Onlar hər şeyə çata bilir, hər şeyə. Görürsən ki, bir Allah dostudur, amma məhrumiyyət içində yaşayır. Bil ki, öz seçimidir. İstəsə nə istəsə verər Allah. Bir Allah dostudur, fəqir yaşayırsa bil ki, öz seçimidir. Özü belə istəyir. Yoxsa ki, Allah hazır verər.